təhsil islahatının təqdimatı baş tutdu. Təhsil naziri baş nazirlə birlikdə Gənclər Sarayında islahatın təfərrüatlarını təqdim etdi. Layihə akademik heyətin əmək haqqının artırılması, infrastrukturun təkmilləşdirilməsi və universitet şəhərciklərinin müasir standartlara uyğun təşkili, eləcə də müəllimlərin ixtisasının artırılması və digər vacib detallar da daxil olmaqla bir neçə istiqaməti nəzərdə tutur. Məlum oldu ki, dövlət məktəblərinin 11-ci sinif profilləşdiriləcək və burada şagirdlər yalnız milli imtahanlarda veriləcək fənləri öyrənəcəklər. Növbəti tədris ilindən etibarən məktəbli formaları bütün dövlət məktəblərində 1-ci sinifdən 6-cı sinifə qədər məcburi olacaq. Həmçinin gələn ildən etibarən yalnız 15 sentyabra qədər 6 yaşı tamam olacaq uşaqlar dövlət məktəblərinə daxil ola biləcəklər. Təhsil nazirinin sözlərinə əsasən təlim mühitində istiqamətləndirmə və tam iştirak üçün məktəb prosesində mobil telefonların istifadəsinin qadağan edilməsi vacibdir və bunun üçün müvafiq qayda hazırlanacaq. BBC-nin başqa bir jurnalist araşdırması siyasi qiymətləndirmələrin mövzusudur. İş 1-ci Dünya müharibəsindən qalma kimyəvi maddənin Gürcü nümayişçilərinə qarşı istifadə edildiyini iddia edən BBC-nin araşdırma filmi ilə bağlıdır. Media mənbə kimi pediatr Konstantini Çaxunaşvilini, xüsusi tapşırıqlar departamentinin keçmiş rəhbəri Laşa Şergilaşvili və ekspert Christopher Holstegeni göstərir. Ekaki Gauri və Georgi Baçiyaşvili də respondentlərdir. BBC-nin məlumatına görə Gürcüstan hakimiyyəti araşdırmanın nəticələrini absurd adlandırıb və polisin qəddar cinayətkarların qanunsuz hərəkətlərinə cavab olaraq qanuni hərəkət etdiyini bildirib. Paralel olaraq Dövlət Təhlükəsizlik Xidməti BBC-nin cinayət haqqında ictimaiyyət arasında yaydığı məlumatlarla bağlı araşdırmaya başlayıb. Dövlət Təhlükəsizlik Xidməti Konstantini Çaxunaşviliyi dindirməyə çağırıb və bildirib ki, rəis hakim qarşısında dindiriləcək. Gürcüstan və Avropanın elektrik sistemlərini birləşdirəcək Qara Dəniz sualtı kabel layihəsinə Avropa Komissiyası tərəfindən qarşılıqlı maraq layihəsi statusu verilib. Bu barədə Avropa Komissiyası tərəfindən dərc edilmiş sənəddə deyilir. Bugün qəbul edilən qərarla Avropa Komissiyası ümumilikdə 235 sərhədyanı enerji layihəsinə ortaq maraq layihələri və qarşılıqlı maraq layihələri statusu verib. Avropa Komissiyasının qeyd etdiyi kimi, bu 235 sərhədyanı layihəni dəstəkləməklə Avropa Komissiyası Avropada və ondan kənarda enerji əlaqəsini gücləndirir. Layihəyə əsasən 1155 kilometrlik kabel Rumeniyaya qoşulacaq və Cənub-Şərqi Avropa və Rumeniyaya genişlənmiş ixrac imkanlarından faydalanmağa və saatlıq elektrik bazar qiymətlərinə əsasən elektrik enerji ticarəti etməyə imkan verəcək. Ermənistan və Avropa İttifaqı bugün Brüsseldə yeni strateji tərəfdaşlıq gündəliyi imzalayacaqlar. Ermənistan mediasının məlumatına əsasən bu barədə Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos erməni jurnalistlərlə görüşündə bildirib. Kosun sözlərinə əsasən yeni tərəfdaşlıq gündəliyi Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzoyan və Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas tərəfindən imzalanacaq. Marta Kosun qeyd etdiyi kimi Avropa İttifaqı qarşıdan gələn parlament seçkilərində mümkün hibrid təhdidlər, dezinformasiya və kiber hücumlarla mübarizədə Ermənistanı dəstəkləyəcək. Bu məqsədlə Avropa İttifaqı Ermənistana 12 milyon dollar ayıracaq. Bundan əlavə Kosun sözlərinə əsasən Avropa İttifaqı Amerika Birləşmiş Ştatları, Azərbaycan və Türkiyə ilə Trump yolu layihəsində mümkün iştirakla bağlı danışıqlar aparır. Rusiya hərbi komandanları Prezident Vladimir Putinə Rusiya qüvvələrinin Ukrayna cəbhə xəttindəki Pokrovski və Vovçanovski şəhərlərini ələ keçirdiyini bildiriblər. Rusiya prezidentinin sözçüsü Dmitri Peskovun sözlərinə görə Vladimir Putin birgə qüvvələr qrupunun komandanlıq məntəqəsinə baş çəkib və orada Krasnoarmeysk və Vovçanskinin azad edilməsi barədə məlumatlandırılıb. Ukrayna hökuməti bu məlumatı təsdiqlənməyib. Rəsmi Kiyevin məlumatına görə Ukrayna qüvvələri hələ də Pokrovski bir hissəsinə nəzarət edir. ABŞ-ın xüsusi nümayəndəsi Steve Witkoff bugün Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşür. Medianın məlumatına görə görüşdə ABŞ prezidenti Donald Trump'ın kürəkəni Jared Kushner də iştirak edir. Ağ Ev sözçüsünün sözlərinə görə ABŞ planlaşdırılan görüşə nikbin yanaşır. Bundan əvvəl Floridada Ukrayna və Amerika rəsmiləri arasında 2 günlük danışıqlar keçirilib və bu danışıqlarda ABŞ tərəfindən Witkoff və Kushnerin də iştirakı olub.
Ukrayna Ali Antikorrupsiya Məhkəməsi Energoatomdakı korrupsiya işi çərçivəsində iş adamı Timur Mindiç barəsində qiyabi həbs qərarı çıxarıb. Təqsirləndirilən şəxs Ukraynada deyil və istintaq şübhəli ilə əlaqə saxlaya bilməyib. Prokurorlar bildiriblər ki, qətimkan tədbiri tətbiq edildikdən sonra iş Mindiçin saxlanması üçün Interpola göndərilə bilər. Ukrayinskaya Pravdanın məlumatına görə Ukrayna Milli Antikorrupsiya Bürosu Prezident Volodimir Zelenskinin yaxın dostu və Kvartal 95 studiyasının həm təsisçisi olan iş adamı Timur Mindiçin evində axtarış aparıb. Medianın məlumatına görə Mindiç axtarışdan bir neçə saat əvvəl Ukraynayı tərk edib. Ağ Evin mətbuat katibi Donald Trump'ın korrupsiyanın heç vaxt faydalı olmadığı mövqeyini təkrarladı. Bununla belə Caroline Levitt həmçinin qeyd etdi ki, heç bir hadisə Amerikanın müharibəyə son qoymaq səylərini zəiflətməyib. Onun sözlərinə görə ABŞ prezident administrasiyası razılığa gəlmək perspektivlərinə çox nikbin baxır. Caroline Levitt ümid edir ki, müharibəyə nəhayət son qoyulacaq. Çünki onun sözlərinə görə ABŞ prezidenti və danışıqlar qrupu bunun üçün çox çalışır. Ağ Evin mətbuat katibinin dediyi kimi Ukraynalılarla yaxşı danışıqlardan sonra indi ABŞ prezidentinin xüsusi nümayəndəsi Steve Witkoff Rusiya tərəfi ilə danışıqlara gedir. Türkiyə prezidenti Rusiya-Ukrayna müharibəsinin Qara dənizdə naviqasiya təhlükəsizliyini açıq şəkildə təhdid edən bir səviyyəyə çatdığını söyləyib. Rəcəb Tayyip Erdoğan kommersiya gəmilərinin hədəfə alınmasının qəbul edilməz olduğunu və həyəcan verici bir eskalasiya olduğunu bildirib. Xatırladaq ki, Ukraynalılar 2 gün əvvəl Türkiyə sahilləri yaxınlığında Qara dənizdə üzən 2 boş Rusiya neft tankerinə hücum etmək üçün dəniz dronlarından istifadə etmişdi. Məlumata görə mənbələr Ukrayna mediasına onların 70 milyon dollar dəyərində neft daşıdığını və sanksiyaları aşmağı bacardıqlarını bildiriblər. Kairos və Virat kimi tanınan tankerlər yüklərini götürmək üçün Rusiyanın Novorossiysk limanına gedirdilər.